Yəni, o kəslər ki, ilahi yolda addım atmaq istəyir, inanın Allaha ki, Allah deyir, mən sənə kömək edəcəm. Bu, sanki mənim üzərimdə bir haqdır. İnna aleynə ləl-huda. Bəh. İman əhlinə kömək eləmək sanki bizim boynumuzda haqdır. Bir adam əgər ilahi yolda addım atacaq, Allah özünə deyir ki, mənim boynumda haqdır ki, sənə kömək edəcəm. Sənə tənha qoymayacam. Sənə yar olacam. Nə qədər azlar çoxlara qalib gəldi. Sanki Allah nə demək istəyir? Mən sənin əlindən tutacam. Sən haqq ol, haqq uğrunda yaşa, haqq yolunda hərəkət elə. Mən sənə kömək edəcəm. İndi necə kömək edəcəm? Məsələn, Quran-ı Kərimdə buyurur Allah Teala ki, bir yerdə buyurur, bəzi vaxtlar qeybi yardımlardır, bəzi vaxtlar bil-müminin iman əhlinin əli ilə sənə kömək edəcəm. Qeyri-adi yollarla, bi-nəsrihi və bil-müminin qeybi yardımlarla sənə kömək edəcəm, ya möminlə kömək edəcəm, başqa bir mömin kəsin əli ilə sənə kömək edəcəm. Deməli, Allahın köməklərinin, Allah deyir, mənim boynumda haqdır, nəsrul-müminin, nüsrət, kömək eləmək